Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Hal-hazırki mövzumuz 5-ci sinif texnologiya dərsliyindən 21-ci mövzudur. Ülgünün hazırlanması. Ülgünü necə hazırlayacağıq? Onu öyrənəcəyik. Ülgünün hazırlanması və parçanın biçilməsi texnologiyasıdır. Bu mövzuda parçanı necə biçəcəyik, hansı ardıcıllıqla, ülgünü necə hazırlayacağıq, bax bunları öyrənmiş olacaq. Deməli, məmulatı tikməmişdən əvvəl onun bütün detallarının ülgüsünü hazırlayırıq. Ülgünü necə hazırlayırıq? Baxın, iki qaydasını göstərib burada. Bu ülgünü hazırlamaq üçün bizə lazım olacaq kağız, damalı kağız, damalı yəni riyaziyyat vərəqləri ola bilər. Biz onun üzərində ölçülər aparırıq. Deməli, xətkeş lazım olacaq bizə, bir də sadə karandaş lazım olacaq. Məmulatı tikməmişdən əvvəl onun bütün detallarının ülgüsünü hazırlayırıq. Bütün detalların, məsələn, köynək tikiriksə, köynəyin varatnik hissəsi, köynəyin ön hissəsi, bax bunun ayrıca ülgüsünü çıxarırıq. Məsələn, önündə cib varsa, bax bunun da ülgüsünü, qolu varsa, qolunun ülgüsünü çıxarırıq və yaxud da qolun köbək hissəsi. Yəni, ümumilikdə bizim köynəyimizin hansı detalları varsa, mütləq şəkildə hər bir detalını, yəni bütün detalların ülgüsünü hazırlayırıq. Gəlin bu ülgü hazırlanması iki üsuluna baxaq. Birinci üsul nədir? Birinci üsulu düzbucaqlı və ya başqa sadə quruluşlu detalları əvvəlcədən götürülmüş ölçülər üzrə çəkirik. Ya düzbucaqlı, ya da sadə quruluşlu detalları əvvəlcədən ölçülərini götürürük və çəkirik. Bunun üçün də bizə lazım olacaq damalı kağız, sadə karandaş və xətkeş. Damalı kağız, xətkeş, sadə karandaşın köməyi ilə ölçüləri götürdük. Deməli, birinci üsul nə oldu? Düzbucaqlı və ya sadə quruluşlu və əvvəlcədən ölçü götürülmüş ülgü olacaq. İkincisi, moda jurnallarında ülgülər öz həqiqi ölçülərində əlavə vərəqlərdə verilir. Belə ülgülərin sürətini çıxarır. Yəni, şəffaf kağıza karandaş ilə köçürür, yalnız bundan sonra kəsirlər. Deməli, bu bizim olsun yenə də köynəyimiz. Bunu biz moda jurnalından görə bilərik. Moda jurnallarından. Həqiqi ölçülər verilib. Məsələn, çiyin verilib, məsələn, 7 sm. 7 sm. Eni verilib, məsələn, 30 sm. Məsələn üçün deyirəm də. Uzunluğu verilib 45 sm. Bax, ölçülər hamısı qeyd olunur burada. Qoldan ətəyə kimi verilib, məsələn üçün 25, belə deyək, 25. Yəni, bütün ölçüləri biz buradan götürərək, həqiqi ölçülər verilir. Həqiqi ölçülərdən istifadə edərək ülgüsünü çıxarırıq. Biz bunu ya şəffaf kağıza karandaşla köçürürük, ya da ki, kağıza. Yalnız bundan sonra kəsirik. Baxın, birinci nə oldu? Sadə quruluşlu detalları əvvəlcədən götürülmüş ölçülərlə. İkincisi də ki, moda jurnallarında həqiqi ölçülərdən, əlavə vərəqlərdə verilmiş həqiqi ölçülərdən istifadə etməklə ülgü çıxarırıq. İnanıram ki, burada çətinliyimiz olmayacaq. Növbəti, bəs müəllimlər, gəlin görək parçanı biz necə biçirik? Parçanı biçmək üçün ilk öncə buğa vermədən başlayırıq. Sonra kəsiklərin düzəldilməsi, əyriliyin aradan qaldırılması, qüsurların aşkar edilməsi, parçanın sərilməsi. Bax, bu ardıcıllığa diqqətlə baxaq. Diqqətlə baxaq ki, bizim ardıcıllığı istəyəndə səhv etməyək. İlk öncə buğa veririk. Buğa verdikdən sonra kəsikləri düzəldirik. Əyriliyi aradan qaldırırıq, qüsurları aşkar edirik və parçanı sərib üzərində hər hansı bir əməliyyat aparırıq. Ülgü çıxarma, ülgüləri yerləşdirmə, belə deyək. Gəlin görək, buğa vermə nədir? Buğa vermə parçanın bitmədən əvvəl, bax bitməmişdən əvvəl aparılan nəmisli emalıdır.
Biz hələ ki parçanı bitməmişik. Ondan qabaq nə edirik? Birinci addım buğa veririk. Hazır məmulat birinci yumadan sonra kiçilməsin deyə pambıq və çatan parçaları bitmədən əvvəl yuyuruq, quruduruq, ütülüyürük. Deməli, müəllimlər, bunu sadə dildə mən belə izah edeyim. Parçanı bitməmişdən əvvəl biz nə edirik? Yuyuruq, qurudub ütülüyürük, ondan sonra başlayırıq üzərində ülgünü nişanlamağa, belə ülgüsünü götürməyə. Detallara ayırmağa, daha doğrusu. Detallara ayırmağa. Səbəb nədir? Məsələn, mən özüm üçün don tikirəm. Bunu bitməmişdən əvvəl buğa versəm, bitdikdən sonraki paltarı yusam da eyni ölçüdə qalacaq. Amma buğa vermədən özüm üçün don bitirəmsə, mənim bitdiyim paltar mənim öz ölçülərimə olmayacaq. Kiçildilmiş ölçüdə olacaq. Çünki pambıq və çatan parçalar yuduqdan sonra qısalır, kiçilir. Ölçülərini dəyişir daha doğrusu. İlk öncə buğa verdik. Daha sonra kəsikləri düzəldirik. Bəs kəsikləri necə düzəldirik? Əgər parça əyri kəsilibsə, baxın bu bizim parçamızdır. Parça əyri kəsilibsə, bitmədən qabaq kəsikləri düzəltmək lazımdır. Bunun üçün nə edirik müəllimlər? Parçanın əyri tərəfi bax bu hissədə, düzdür? Kəsik boyu bircə sap buradan çıxarırıq. Bircə sap çıxarırıq, sapın izi qalır. O sapın izi ilə parça zolağını kəsə bilirik. Bax, bu kəsiyi bu cür düzəldə bilirik rahat şəkildə. Deməli, ilk addımımız nə oldu? Buğa vermə oldu. Buğa verdikcə parçamız bitdikdən sonra kiçilməsin. Kəsikləri düzəltdik. Kəsikləri nə üçün düzəltdik? Parça düz olsun deyə. Və kəsikləri düzəltmək üçün də parçanın əyri tərəfində, baxın, əyri tərəfi burada, əyri tərəfində bir sap çıxarırıq, sapın izi ilə zolağı kəsirik. Növbəti addım, ikinci addım nə idi? Kəsiklərin düzəldilməsi. İkinci addım kəsiklərin düzəldilməsi idi. Üçüncü addım əyriliyin aradan qaldırılması. Gəlin görək, əyriliyi necə aradan qaldırırıq? Bax, bu bizim üçüncü addımımızdır. Qeyd edək. Kəsikləri düzəldilmiş parçanı, baxın, kəsikləri düzəldilmiş parçanı, bax buna diqqət edirik, ardıcıllıq verəndə baxırıq ki, kəsikləri nə zaman düzəldirik? Biz əyriliyi aradan qaldırmamışdan öncə. Deməli, kəsiklərini düzəltdik, parçanın üst tərəfi içəri olmaqla, baxın, üst tərəfi, hansı ki, gözəl görünən hissəsi, belə deyək, içəridə olmaqla qatlayırıq. Kənarları üst-üstə qoyub 2 qat qatlayırıq. Kəsikləri düzəldilmiş parçanın üst tərəfi içəri olmaqla kənarları üst-üstə qoyub 2 qat qatlayırıq. Sonra uclarından tutub, baxın, uclarından tutub, diaqonallar üzrə, baxın, diaqonalları üzrə nə edirik? Dartırıq. Deməli, biz qarışdırmayaq kəsiklərin düzəldilməsi ilə əyriliyin aradan qaldırılmasını. Kəsikləri necə düzəltdik? Sap çıxartmaqla, onun izi ilə kəsməklə əyriliyi necə aradan qaldırdıq? Parçanı 2 qat qatladıq və diaqonalları üzrə dartdıq və nə oldu? Əyriliyi aradan qalxmış oldu. Bəs kənarların kəsilməsi nədir? Kəsiklərin düzəldilməsi ilə kənarların kəsilməsini qarışdırmayaq. Kənarları nə zaman kəsə bilərik? Bəzən parçaları, belə deyək də, hazırlayanda kənar hissəsi pürçümlənməsin deyə onun həmin o hissəsi cod olur. Cod olur və biz bitməmişdən əvvəl onu kəsirik. Deməli, ilk öncə buğa verdik, sonra buğa verdikdən sonra neynədik? Bax, sap çıxartmaqla kəsikləri düzəltdik, əyri kəsikləri düzəltdik. Sonra əyriliyi aradan qaldırdıq, sonra da kənarlara kəsdik və sonuncu kənarları da kəsdikdən sonra qüsurları aşkar edirik. Nə kimi qüsurlar ola bilər? Deşiklər ola bilər, ləkələr ola bilər, qeyri-bərabər olan rənglənmə ola bilər. Ola bilsin ki, qalın saplar topla şəklində olsun. Bax, bunları biz aşkar eləməliyik ki,
bizim özümüz üçün biçdiyimiz paltardan, məsələn üçün deyirəm də, paltarı tikmişik, görürük ki, qəşəngdir, amma paltarın kənarında, ortasında ləkə var, deşiyi var və yaxud da qeyri-bərabər olan, daha doğrusu rənglənmə var və yaxud da ki, bir topa saf yığını qalıb. Yəni, həqiqətən də bu kimi durum olarsa, üzülmüş olaraq. Ona görə də qüsurları aşkar edirik biçməmişdən əvvəl. Qüsurlu yerləri necə? Təbaşirlə və ya rəngli sapla qeyd edirik. Biçmə zamanı onlar detalların kənarlarına salına bilər. Bəli, təbaşir və ya rəngli sapla qeyd edirik. Detalların kənarları da parça tullantılarını nümunə gətirə bilərik. Və ən sonuncu oldu parçanın sərilməsi. Parçanın sərilməsi hazırlanmış parça biçilmək üçün iş masasının üzərinə sərilir. Əvvəlcə parça masanın üzərində üst tərəfi içəri olmaqla uzunluğuna sapı boyunca tən yarıdan qatlanır. Baxın, üst tərəfi budur da. Üst tərəfi olmaqla tən yarıdan, uzunluğuna sapı boyunca tən yarıdan qatlanır. Sonra parçanın kənarları düzəldilir, qatları əllə hamarlanır. Qatları əllə hamarlanır. Niyə? Ola bilsin ki, parça yığılmış olsun. Biz onu kəsdikdə əyri alınacaq, düzdür? Ona görə də nə edirik? Kənarlarını düzəldirik əlimizlə, qatları hamarlayırıq. Hamarlayırıq ki, düzgün alınsın. Belə müəllimlər. Burada nəyisə qeyd eləməmişəm. Kəsiklərin düzəldilməsi, kənarların kəsilməsi qeyd olunmuyor burada. Bəli, kənarların kəsilməsi qeyd olunmuyor. Ümumilikdə yadımızda saxlayaq ki, ardıcıllığımız 6-dır, buğa vermədir, kəsiklərin düzəldilməsidir, əyriliyin aradan qaldırılmasıdır, kənarların kəsilməsi, qüsurların aşkar edilməsi və sonuncu parçanın sərilməsidir. Belə. Yaxşı, gəlin ülgülərin yerləşdirilməsinə baxaq. Gəlin görək, ülgüləri necə yerləşdiririk. Geyilərkən məmulatın dartılmaması, formasının itirilməməsi üçün ülgünü parçaya yerləşdirdikdə fikir vermək lazımdır ki, parçanın uzunu boyu sapın istiqaməti ilə ülgüdə olan oxların istiqaməti üst-üstə düşsün. Bəli, sapın uzunu boyu nə ilə üst-üstə düşməlidir? Ülgüdə olan oxların istiqaməti ilə üst-üstə düşməlidir. Bəli, bu bizim parçamızdır. Bu da bizim ülgümüzdür. Biz əvvəl də dedik, sancaqları necə istifadə edirik? Sağdan sola olmaqla sancaqları istifadə edirik. Sancaqlar bizə nə zaman lazım oldu? Ülgünü parçaya bərkitmək üçün. Yaxşı, ülgünün detallarını parçanın üzərinə sancaqlarla bərkidirlər. Bəli, bunu da az öncə dedik. Bura fikir verək müəllimlər. Baxın, dartılmaması, formasının itirilməməsi üçün məmulat nə edirik? Parçanın uzunu boyu sapın istiqaməti ilə ülgüdə olan oxların istiqaməti üst-üstə düşməlidir. Daha sonra ülgünü yerləşdirdik. Yerləşdirdikdən sonra təbaşirdən istifadə edəcəyik. Niyə? Çünki biz ülgünün köçürməliyik də parçanın üzərinə. Biçmə zamanı ülgü detallarının konturlarını və tikişlər üçün emal payını xətkeş və ya dərzi təbaşir ilə dəqiq nişanlamaq lazımdır. Detalın konturları və tikişlər üçün həm belə deyək də tikişi üçün emal payı saxlayırıq və bunu nə ilə həyata keçiririk? Xətkeş və dərzi təbaşir ilə. Bu bizim ülgüdür. Xətkeşimizi qoyuruq. Emal payını saxlamaq şərti ilə dərzi təbaşiri ilə dəqiq nişanlayırıq. Əgər emal payını saxlamasaq nə olacaq? Baxın, bizim ülgümüzün ölçüsü bu qədərdir. Belədir, parçamızın ölçüsü bu qədərdir. Detalımızın daha doğrusu.
Elə bunun biz kənarından tiksək kiçik alınacaq. Ona görə də biz emal payı mütləq şəkildə tikiş üçün saxlamalıyıq. Detalların kəsiklərini uyğunlaşdırdıqdan sonra tikiş xətlərinin üst-üstə düşəcəyinə əmin olmaq lazımdır. Deməli, kəsikləri uyğunlaşdırırıq və sonra tikiş xətlərinin üst-üstə düşəcəyinə əmin olmalıyıq. Bəli, bax, bunlar emal payıdır, təbaşirdir, bu da bizim ülgümüzdür. Elə yerləşdiririk ki, tikiş xətləri ilə üst-üstə düşsün. Kəsikləri də mütləq şəkildə kəsik. Haradır? Baxın, bu hissədə kəsiklər. Kəsiklər üst-üstə düşmə uyğunlaşdırılır və tikiş xətləri ilə üst-üstə düşməsindən əmin olmalıyıq. Bəs tikişlər üçün emal payı orada nə öyrənəcəyik müəllimlər? Gəlin baxaq. Tikiş məmulatlarının detallarının biçilməsi. Detalların dərzə qayçısı ilə tikişlərin emal payları nişanlanmış konturları üzrə kəsilməsidir. Tikiş məmulatlarının detalının biçilməsi nədir? Hansı ki biz nişanlanmışıq. Bax, kontur burada. Emal payı nəzərə alınıb burada və dərzə qayçısı ilə tikişlərin emal paylarının nişanlanmış konturları. Bax, emal payı nişanlanıb. Konturda bax, bu hansı ki ağ xətdir. Kontur üzrə kəsilməsidir. Bəli, bax, bu bəlkə də sizə çətin görünə bilər, amma yəni bizim rahat şəkildə istifadə etdiyimiz, amma sözlə ifadə etdikdə çətinlik çəkdiyimiz ola bilər. Ona görə də diqqətlə baxaq. Deməli, tikiş məmulatının detallarının biçilməsi. Necə biçirik biz bunu? Emal payını nəzərə alırıq. Emal payını və hansı ki nişanladığımız kontur üzrə neyinirik? Dərzə qayçısı ilə kəsirik. Biçmək nədir? Parçanın hansı ki nişanladığımız kontur üzrə kəsilməsidir. Detalları tikişlərin emal payını nəzərə alaraq biçirlər. Mütləq şəkildə emal payını nəzərə almaq. Məsələn üçün, biz burada tikişi də nəzərə alırıq da. Tikişdə nə kökləməni, tikişi nəzərə alırıq. Əgər nəzərə almasaq emal payını buradan kəsmiş olsaq və bizim hazırladığımız məmulat düzgün olmayacaq. Mütləq şəkildə biz tikiş payı, emal payı saxlamalıyıq. Tikiş məmulatının detalını biçəndə dərzi qayçısını elə tuturlar ki, enli tərəfi masaya dirənsin. Bax, enli tərəfi burada. Bu enli tərəf hara dirənir? Masaya. Tikiş məmulatının detalını biçəndə dərzi qayçısını elə tuturuq ki, enli tərəfi masaya dirənsin. Tikiş üçün emal payının miqdarı tikişin təyinatından və növündən. Bunu da bayağı izah eləyəcəkdim. Ən yaxşısı ilə burada sözlə verilib. Tikişin təyinatından və növündən məmulatın emal edilən kəsiyinin süzülməsindən asılıdır. Bu nə deməkdir, müəllimlər? Məsələn, biz emal payını az da saxlaya bilərik, çox da saxlaya bilərik. Nə zaman çox saxlaya bilərik? Məsələn, tül parçalardır. Biz onu kəsəndə, şifon deyirlər, şifon parçaları kəsəndə hürcümlənmə çox olur. Orada saplar çox çıxır. Ona görə də biz emal payını çox saxlayırıq ki, rahat şəkildə biz onu tikə bilək. Baxın, emal payının miqdarı nədən asılı oldu? Tikişin təyinatından, tikişin növündən, məmulatın emal edilən kəsiyinin süzülməsindən, təyinatın növü və süzülməsindən. Burada da elə bilirəm ki, çətin bir məqam olmadı. Çünki biz özümüz də parça ilə işləyəndə görürük ki, həqiqətən dartılan parçadır. Ona fikir veririk ki, biz burada emal payı çox mu saxlayacaq, yoxsa az saxlayacaq və yaxud da ki, kəsəndə tez süzülən parçadır. Ona diqqət edirik, çox mu saxlayacaq, yoxsa az mı saxlayacaq. Az saxlasaq, bizim belə deyək də, tikdiyimiz hər hansı bir məmulat, detal süzülmüş olacaq və səliqəsiz olacaq. Bəli, bu mövzumuzda bu qədər. İnanıram ki, çətin olmadı müəllimlər.